əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Ağdam rayon Çəmənli kəndində gözəl bir qocaman müəlliməmizin evində qonağıq. Xoş gördük müəllimə sizi. Çox sağ olun, xoş gəlmisiniz. Çox sağ olun. Müəllimə adınız, soyadınız? Baxşaliyev Zərifə Hüseynov. Müəllim, neçənci ildə anadan olmusunuz? 1950 dekabr ayının 28-i. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demisiniz? Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinin Dil Ədəbiyyat şöbəsini bitirmişəm. Çox gözəl. Müəllimlik fəaliyyətinə nə vaxt başlamısınız? 1968-də. Hansı məktəblərdə çalışmısınız? Çəmənli məktəbində. Başqa yerdə yox. Bəli. Ümumilikdə neçə il fəaliyyət göstərmisiniz? 68-dən 2016-ya qədər. Neçə il eləyir? 1968-ci ildən 2016-cı ilə qədər 2016-cı ildə təqaüdə çıxmısınız. Müəllim, fəxr adlarınız, mükafatlarınız olub? Metodist müəllim adını almışam. Bəli. Fəxri fərmanlarım var. Çox gözəl. Şagirdlərimin inşa yazdıqlarına görə, şagirdlərimin gözəl inşa yazdıqlarına görə. Nə gözəl. Biri Heydər Əliyev, fenomen şəxsiyyət olan. Heydər Əliyevə aid idi. Bəli. Əlbəttə, mən qaynaqlandırdım. Əlbəttə ki, sizin sizdən bəhrələnən şagirdlər. Uşaq yaxşı çıxdığına görə, o inşanı gözəl yazdığına görə mənə fəxri fərman verdi. Nə gözəl. Sizin uğurlarınızdır da o. Ki, sizin şagirdləriniz o cür inşa yazdıblar. Yəni, bu da sizin uğurlarınızdan biridir. Müəllimlik sizin üçün nə deməkdir? Müəllimlik mənim üçün hər şeydir. Mən bir haşiyə çıxım. Məni ailədə istəyirdilər ki, ya həkim olam, ya tibb bacısı olam. Dedim ki, məni ondan kənarlaşdırın. Mən uşaqları sevirəm. Ona görə də uşaqlarla işləmək xoş görürəm. Mən müəllim olacağam. Nə gözəl. Bu seçim eləmişəm ata. Elə axıra kimi də, yəni öz arzunuza çatdınız. Öz arzuma çatdınız. İnsan qarşısına məqsəd qoyanda müəllimə, məqsədinə çatır. Siz də müəllim oldunuz. O hədəfi hazır eləyəndə, mən şagirdlərimə də həmişə deyirəm ki, siz elə bilirsiniz ki, elə buralardadır, nəysə tez qamariyasınız, götürəsiniz, loru dildə deyirəm. Bəli. Hədəf çox hündürdə, çox uzaqda. Burada şagirdlər hazırlaşdırmışam. 1993-də şagird hazırlaşdırmışam. Bircə bu il şagird götürmədim. Bu ilə qədər mən şagird hazırlaşdırmışam. Ay, nə gözəl. Deyirdim ki, bax, o hündür hələ orada alacaqdır. Sizin hədəfiniz, hədəfə çatmaq üçün çalışmalısan gərək, çalışasan gərək, oxuyasan. Düzdür. Elə belə pay verilmir. Düzdür, müəllimə, düzdür. Müəllimə, üzr istəyirəm, sözünüzü kəsdim. Müəllimə, bəs bildiyimizə görə çox gözəl anasınız, çox gözəl nənəsiniz. Neçə evladınız var, adlarını deyərdiniz? Mənim neçə evladınız var? 4 dənə övladım var, 2 oğlan, 2-si qız. Sadəcə olaraq adlarını qeyd edərdiniz? Məmmədov Elməddin, Məmmədov Aytən, Məmmədov Elgün, Məmmədova Gülbəniz. Çox gözəl. Müəllimə, ümumilikdə neçə nəvəniz var? 7 nəvəm var. Çox gözəl. Müəllimə, evladlarınızdan yolunuzu davam elətdirən var? Müəllim kimi? Bəli. Yox. Hansısa sənətin sahibidirlər. Müəllimə, Dedi. Çox sağ olun, var olun. Sizi gəldik, sizin qonağınız olduq. Çox güləriz müəlliməsiz, sizinlə tanış olduğumuzda çox şad olduq. Var olun, xatirələrinizi bizimlə bölüşdüyünüz üçün sizə dərin təşəkkürümüzü bildiririk. Müəlliməmiz çox gözəl, müəlliməmizin yazarları da var, burada kitabları da var, fəxri fərmanları da var. Müəllimə qabaqcıl bir müəllimə olduğu üçün fəxri fərmanlar verilir. Müəllimə, çox sağ olun, var olun, bizi qonaq kimi qəbul ediniz. Mən bir Çox sağ müəllimə kimi bəli. Bütün uşaqlarımı sevmişəm. Onlara ana qayğısı, müəllim qayğısı göstərmişəm. Heç bir uşaq mənim sözümü qaytarmayıb. Nə gözəl. Hörmətlərini qazanmısınız. Hörmətlər. Müəllimə, inşallah buradan sizə baxacaqlar 10 il sonra, 5 il sonra, 30 il sonra nəvələriniz, nəticələriniz, hötücələriniz, evladlarınız, onlara nə ürək sözünüz ola bilər? Tövsiyə. Həyat çox mürəkkəbdir qızım. Çalışsınlar. Biraz böyük çıxmasın. Mənim kimi saf olsunlar.
anaları, ataları kimi saf olsunlar. Mən xoşlamıram. Bəli, Başqa xarakterində başqa şeylər olsun. bəli. Yad xarakterinə, nə bilim, daxil olsun. Sadə olsunlar. Öz, sadə, Nənələri kimi Siz- gözəl, güləriz olsunlar. işlədiyim yer demədim axı. Deyim, Bəli, mən 10 il işləmişəm. Tədris sistemidir. bəli. Sonra deputat olmuşam. Ay, çox gözəl. Kənd Sovetinin deputatı olmuşam. Bəli, bəli. Komsomolda da işləmişəm heç onu. Komsomol təşkilatı. Çox gözəl. Belə. Çox sağ olun müəllim. Sizinlə tanış olduğumuza şad olduq. Çox sağ olun, var olun.